Oğlumun nəyi çatmır ki? Niyə görə mənlə fəxr eləməməlidir ki? Hə? Mən səhnədə oynayıram, necə danışıram, nə tər eləyirəm oğluma nə? Mən oğluma göstəriş verirəm ki, filan şeyi belə elə, filan şeyi belə elə. Oğluma mən elə şey qoymamışam ki, o mən desin, ana, filan şey belədir. Ana, o mən heç vaxt qayıdıb deyə bilməz onu. Birincisi onun başı için deyir, o mənə nəsə qayda deyə. Onun ixtiyarı yoxdur. O mənim çörəyimi yiyir, mən o çörəyini yemirəm. Ha vaxt gedər işləyər, anasını dolandırar, onda deyər ki, ana, gələ bu 3 manata, 10 manata məsəl üçün otur evdə filan filan. O mənim çörəyimi yiyir. O mən heç nə deyə bilməz. Mənə nə deyəcək ki, mən oğlum? Nə deyə bilər ki, vəfşə mənə, uşağım? Mənə nəsə yol göstərə bilər. Yoxsa mənə nəsə pırqaz eləyər ki, bunu belə elə on xeyir ola. Mənə nə deyə bilər ki, oğlum? Yapışmışsınız, oğlun gələk sən nə deyir? Oğlum mən nə deyə bilər ki? Mən onu doğmuşam, o mənə doğmayıb. Mən heç nə deyə bilməz o. Nə qədər ki evimdə qalır, evimdə yaşayır, çörəyimi yiyir, o mənə heç vaxt heç nə deyə bilməz. Gedər böyüyər, kişiləşər, işləyər, sözü keçər, sözünü deyər, vaxt gələr. Hələ onun sözünü deməyinə çox var. Hələ uşaqdır o. Mən heç nə deyə bilməz o. Gedər arvad alar, arvadına sözünü deyər. Arvadına pırqaz eləyə bilər, arvadına sözünü geçirdər. Arvad alar, namusunu qoruyar. Mənim namusumu qoruyacaq o mənim. Uşaqdır o elə.